Yaponiyada ilk dəfə qadın siyasətçi baş nazir seçilib. Liberal Demokrat Partiyasının sədri Sanae Takaichi ölkənin ilk qadın baş naziri olub. 465 yerli parlamentin aşağı palatasında keçirilən səsvermədə Takaichi 237 səs toplayaraq qalib gəlib. Onun rəqibi Konstitusiya Demokratik Partiyasının lideri Noda Yoshihiko 149 səs toplayıb. Parlamentdə səs çoxluğuna malik olmayan yeni baş nazirin partiyası səsvermədən bir gün əvvəl Mühafizəkar Yaponiya Yenilənmə Cəmiyyəti Partiyası ilə ittifaq bağlaya bilib ki, bu koalisiya Takaichinin baş nazir seçilməsində həlledici rol oynayıb. Yaponiya tarixində 104-cü, amma birinci xanım baş nazir olan Sanae Takaichinin mühafizəkar cəmiyyətə malik ölkədə önə çıxması diqqət çəkir. Keçmişdə iqtisadi təhlükəsizlik və daxili işlər naziri olan yeni baş nazir Yaponiyanın iqtisadi problemlərinin artdığı bir vaxtda vəzifəyə başlayır. Bu baxımdan Takaichini qarşıda müəyyən ciddi sınaqların gözlədiyi deyilir. Onun ilk vəzifəsi isə Yaponiya iqtisadiyyatındakı mənfi gedişatı dayandırmaqdan ibarət olacaq. Bilirsiniz, açığı bir neçə ildir davam edən deflyasiyadan sonra Yaponiya indi qiymət artımı ilə mübarizə aparır. Bu ictimai qınağa səbəb olur. Ölkədə doğum nisbətinin və işçi qüvvəsinin azalması, yaşlı əhalinin artması da həmişə ciddi problemlərdən sayılıb. Kütləvi miqrasiyaya ictimai reaksiyada durmadan artır. Takaichi bunlarla mübarizə aparacaq. Onun vəzifəyə başlamasının heç də asan olmayacağını düşünürəm. Digər tərəfdən Trump administrasiyası və bu ilin əvvəlində Asiya iqtisadiyyatlarını sarsıdan qəfil gömrük rüsumları da masa üzərindədir. Yeri gəlmişkən, Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın yaxın günlərdə Yaponiyaya səfəri gözlənilir. Yeni baş nazirin siyasi xəttinin Trump'la oxşar olduğu deyilir. Milliyyətçi və sağ qanadın təmsilçisi sayılan yeni baş nazir seçkidən əvvəlki fikirlərində Yaponların milli maraqlarını ön planda tutduğuna dair açıqlamalar verib. Bunu Yaponiyanın son illərdəki qeyri-sabitliyi ilə əlaqələndirənlər də az deyil. Çünki Takaichi son 5 ildə Yaponiyanın 4-cü baş naziridir. Ekspertlərin fikrincə, yeni baş nazirin xarici siyasətdəki əsas vəzifəsi Birləşmiş Ştatlar ilə balans tapmaqdır. Çünki Trump administrasiyasının Tokyodan tələbləri Takaichinin prinsipinə zidd ola bilər. Vaşinqton Yaponiyadakı hərbi bazalarının maliyyələşdirilməsində Tokyonun payını artırmaq niyyətindədir. Takaichi isə iki ölkə arasındakı ticarət sazişini bəzi məqamlara görə Yaponiyanın maraqlarına uyğun saymır. O, həmçinin Birləşmiş Ştatlar və Yaponiya arasında təhlükəsizlik ittifaqına inanır. Ölkənin hərbi potensialını gücləndirmək niyyətindədir və bu baxımdan Trump'ın digər ölkələr öz təhlükəsizliyinə daha çox cavabdeh olmalıdır yanaşması ilə eyni düşüncədədir. Yeni baş nazir çoxlar tərəfindən tanınır. Onun mühafizəkar xətti artıq hamıya bəllidir. Birləşmiş Ştatlarla münasibətlərin yaxşı olacağını düşünürəm. Çünki Trumpla eyni fikirlərə sahibdilər. İqtisadiyyata vaxt ayırdıqdan sonra növbə müdafiə sahəsinə gələcək. Güclü dəyişikliklər ola bilər. Takaichi müsahibələrində Böyük Britaniyanın keçmiş baş naziri Dəmir Leydi ləqəbli Margaret Thatcher'a heyran olduğunu bildirib və onun siyasi fəaliyyətindən bəhrələndiyini vurğulayıb. Asiyanın yeni Dəmir Leydisi kimi təqdim olunan Yaponiyanın yeni baş nazirinin siyasi üslubu, sərt mövqeyi və ənənəvi dəyərlərə sadiqliyi də müqayisənin əbəs olmadığını göstərir.